Bir çox xəstələr bu qapıda şifa tapıb. Hədiyyə və ehsanlarınızı nəzirlər bölmələrinə verə bilərsiniz. Yaşlı insanları hərəmin müxtəlif yerlərinə çatdırmaq üçün xidmət. Yaşlıların namaz qılması üçün oturacaq. Əgər Quran və dua oxumaq istəsəz, bu kitablardan istifadə edə bilərsiniz. İmam Rıza hərəmində 4 çayxana var. Quran elmlərinin tədris olunduğu məkan. Zəvvarlar hərəmə daxil olanda ayaqqabılarını bu yerlərə təhvil verirlər. Məşəddə dünyadan köçənlər üçün Qovsar həyətində meyit namazı qılınır. Bu bağbanlar hərəmin gözəlliyinə rəng qatırlar. Təbərrük olaraq zəvvarlara imam ehsanı. Müqəddəs məkanda xalça xidmətçiləri. Darur Rəhmə, xarici zəvvarlar üçün məclis keçirilən məkan. Xanımlara məxsus dəstəmazxana. Bu məkanda yalnız xanımlar ibadət edə bilir. Dini suallarınıza və şübhələrinizə burada cavab tapa bilərsiniz. Əziz uşaqlar üçün oyun yeri. Hərəmin tərkibində 3 dini mədrəsə yerləşir. Hərəmin daxilində tibbi xidmət. İmam Rıza hərəmində 3 qəbirstanlıq var. Hərəmin ən kiçik həyəti. Hərəmin ən böyük həyəti.